Bir şairin başarısının güc yeri ondadır ki, elə sözlər yaza, elə təşbihlər işlədə ki, ondan öncə yazılmamış ola, işlənməmiş ola. Şəhriyar bu konuda çox başarılı olub. Elə təşbihlər, elə istiarələr işlədibdir ki, Şəhriyardan qabaq onu yazan olmayıb. Məsələn, biz indi bir anamızı, bacımızı, sevgilimizi gülə bənzətsək, təzə bir iş görməmişik. Gözəli gülə bənzədərlər də. Amma bir təzə bir söz tapsaq bənzətməyə, onda işimiz gözəl olacaq. Şəhriyar bu konuda çox başarılı olubdur. Örnek olarak neçəsini açıqlamaq istəyirəm. Gəmbastı Gəlyanımı şeirində Şəhriyar yazır: bu siqarda zəli tək düşüb mənim canıma, dodaq dodağa qoyub sorur mənim qanımı. Zəli, aman faslar zalu adlandırdıkları heyvan. Bizdə sülük deyərik, xoyda sülük adındadır, sülük. Şəhriyardan öncə siqarı zəliyə bənzədən olmayıb. Zəli də dodaq qan sorur, siqarda zəliyə bənzədibdir siqarı ki, dodağın, Şəhriyarın dodağına qoyub və onun qanın sorur. Həmin şeirin idaməsində oxuyuruq, o biri beytlərinə yetişəndə Şəhriyar yazır: payızlamış zəmiyəm, vəryam mənə nə gərək, dönərcə döndərəcək, döndükcə vəryanımı. Yine birinci yoldu. Bir şair özün payızlamış zəmiyə bənzədir, payızlamış zəmiyə oxşadır. Şəhriyardan öncə heç şair özünə payızlamış zəmi deməyib. Vəryan bir sıra bölgələrimizdə vərcan deyilir. Yine de bu şeirin o biri beytine yetişəndə yazır: Heydər Baba yolu tək, yol bağlanıb üzümə, ovçu fələh ovlayıb, sürü ilə ceyranımı. Bilirik də, İnqilabdan qabaq, İnqilab dövründə kəndlərimizin bir çoxu boşaldı. Xuşinab da boşalmış hesabındaydı. Təzə abadlaşır. Boşalan kəndin yolu da olmayacaq da. Necə Heydər Babanın yolu bağlıdır, bir kəsindən irtibatı, ilgisi yoxdur. Mən də Heydər Baba dağının tayı olmuşam. Mənlə ilgiyə, irtibata geçən yoxdur. Yine hemen şeirin idaməsində eldən məni qocalıq azğın salıb salacaq, itirdi Təbrizimi, utuzdu Tehranımı. Qocalıq məni el tayfadan uzaq saldı. Təbrizimi itirdim, şəhəri itirmək və sonra Tehranı uduzmaq qumarda olar da, Tehranı qumarda uduzdum. Amma Təbrizimi itirmişəm, təzə bir sözdür. Əlbəttə, Tehran-Təbriz sözün ayrı şeirdə belə yazır ki, Tehranın qeyrəti yox Şəhriyarı saxlamağa, qaçmışam Təbrizə ta yaxşı yaman bəllənsin. Bir şəhərə yaxşı və yaman demək çox gözəldir.
ötəri bir baxışla bağışla ötəri bir baxışla səhəndiyə baş vuraq. Səhənd bizim ulu dağlarımızdandır. Şeiri belə başlayır. Şahdağım, çalpapağım, eldayağım, şanlı səhəndim, başı tufanlı səhəndim. Bu şeirin oxuduqca gəlirik, yetişirik. Ora ki buyurur, başına savrulan inci çarıq olmuş ayağında. Çox üzdən oxusaq deyirik, inci olur, mirvari, ağrəkdədir da. Başına səhəndə yağan qarlar, ayağında bulaq olub, su olub axır. 2 dənə istiarəni gözəl yazıb, qarları inciyə oxşadıb. Amma biraz dərinləşəndə Pəhləvi dövründə səhəndə sunulan, pay verilən adı payda ağzını yummağa verilən hədiyyələr, səhənd onları önəmsəməyib. Ayağındakı çarıq sayaq olublar. Onları görməzdən gəlib, onları heç saymayıb. Həmən şeirin idaməsində görürük ki, Şəhriyar söz arasında Dəmavəndlə səhəndi tutuşdurur və çox zərafətlə, incəliklə səhəndi Dəmavəndidən qat-qat daha ucaldır, yüksəldir və baş bilir, ustad bilir hətta. Adaş olduqda sən onunla daha artıq ucalırsan, o cəlalətdə Dəmavənd dağından bac alırsan, şir əlindən tac alırsan. O da şeirin, ədəbin şah dağıdır, şanlı səhəndi. O da səndə atar ulduzlara şeir ilə çəməndi, o da simurğudan almaqdadır fəndi. Öncə Dəmavəndlə səhəndi tutuşdurur. Deyir, o da sənin kimin. Demirsən ona tay, o sənə tay. O sənə tay deyəndə, yəni sən ondan yuxarısan. Artırır sözünə, o cəlalətdə deyib, cəlalı çoxdur, çox görkəmlidir. Amma görkəmi hər nə də olsa, sən ondan bac alırsan, sənə bac verməlidir, sənə cavab qaytarmalıdır, səndən ucalığa deyir ki, ağıl başda olmaz. Hər nə də olsa sənə əlin döşünə qoyub və hörmət eləməlidir, cavab verməlidir. Bu misrada bir kələmədir, amma yenə səhəndin nə qədər önəmli olduğunu göstərir. O da şeirin, ədəbin şah dağıdır. Dəmavəndi xırda da görsək, amma yenə də o da bir şeylər başarır da. Baxın, o da sözü, həm o da başarır. Sanki uşağı 2 dənə, məsələn, bir böyüyü bir uşaqla tutuşturanda uşağın qəlbinə toxunmayaq deyə o da başarır, o da oxuyub, onun da əlindən gəlir. Belə bir inciliklə kiçiltmə var, incəliklə, üzr istəyirəm, incəliklə bir kiçiltmə var söhbətdə. O da simurğudan almaqdadır fəndi. Sən alıb örgənib bilirsən, Dəmavəndi də qabala yola düşüb da, gəlir sənin arxanca.
Səhəndiyədən bu bitkiyə bəs bülüb və gəlirəm o biri örnəyimizə. Əzraili Mələkül Mauti Şəhriyar Dəllal Əcəl adlandırır. Bu tayda səhənd öldü demək rahim o tayda. Dəllal Əcəl pullanıb insan alır indi. Şəhriyardan öncə kimsə Əzraili Dəllal Əcələ oxşatmayıbdır. Şatıroğlan şeirində çox incəliklə Nizaminin oğlunun ölümünə işarə eləyir. Lənət o bad xəzanə ki Nizami bağının bir yava gülbəsərin qoymadı çaküllənsin. Nizaminin iyid ölən oğlunu gülbəsərə bənzədib. Cinədə şeirimizdə birinci yoldur bu hünəri, bu işi biz görürük. O taydan gələnə şeirində özünə bir dərdi taş axtarır, bir dərdin düşünən axtarır. Deyir, cəvahiri itənin dərdini kimə deyəsən, tapılsa deyin, bəs cəvahiri itənə. Mövləvi də deyir da, sinə xواهم şərh از فراق ta بگویم şərh dərd اشتیاق. Ürəyi şan-şan olmuş axtarıram, dərdimi bülə. Həmən sözü Şəhriyar deyir, cəvahiri itənin dərdini kimə deyəsən. Midad itirən, Saad itirənin dərdini başlatmaz ki, deyir, mənim bir cəvahirim itib. O taydan, o taylılarla ayrı düşməyi işarə eləyir. Ana sözü bizim ədəbiyyatımızda həmişə özəl bir yeri var. Rəhbərək güllərə oxşatmışıq, gözəl-gözəl quşlara oxşatmışıq. Amma Şəhriyar anasını ağaca bənzədir. Vətəndən doymuşam, məni qınama. Dur gedək, bu xəlqi artıq sınama. Dur görüm, bu ağac bənzir anama. Telindən qoy qırım bir saçaq nəbi, ay qoçaq nəbi. Buna bənzər Sepehrinin də şeirində var. Deyir, madəri darəm behter az bərgi dərəxt, dostani behter az ab rəvan. Anasının ağacın yarpağına oxşadır. Amma Şəhriyar anasının ağacın özünə bənzədir və niscil olaraq özünə bir dərd ortağı saxlamaq üçün anasını deyir, qoymundan bir saçaqda qopardım, anama bənzəyir bu ağac. Şəhriyar türkü dilin Soha ulduzuna bənzədir. Soha bir xırdaca ulduzdur günəşin yaxınlıqlarında. Yazır, bir ışıltı idi Soha ulduzu tək görsənməz, göz yaşımla mən onu eqdə sürəyya elədim. Dili ulduza bənzətmək yenə birinci yoldur. Qardaşım Süleyman Rüstəmi adlandığı şeirdə Şəhriyar şeirini bir qəbrə bənzədir. Baxın, şeiri qəbrə bənzətmək yenə ədəbiyyatımızın birinci dəfəsidir. Səsin mənə nəfəs oldu, qəbir yenə qəfəs oldu, bir balaca həvəs oldu. Dedim yenə durum yazım, yenə də bir qəbir qazım.
Allah boyağı şeirində sözün neçə qat məna daşıdığını nəzərə alır və sözü soğana bənzədir. Əlfazı möhkəm etməli, mənanı çox dərin demək. Sözlər gərək soğandısa, hər kəs onu soyanmasın. Şəhriyardan qabaq sözü, söhbəti soğana oxşadan olmayıb. Şəhriyar tənz yazmaqda, şoxluq eləməkdə də özəl bir əli var idi. Yazır, xoşdur mənə çərəzdə bünəhdə arayan bağı. Bu möhtərəm kişi bağın etmiş cinan bağı. Bu bağı mən görəndə gözümdən düşür erəm, məxsusən öz evim ki olub lap tuman bağı. Şəhriyardan öncə kimsə öz evinə tuman bağı deməyib. Bu örnəklər Şəhriyarın şeirində çox var. Mən böyük bir dənizdən bir bardaq qədər, bilmirəm oldu olmadı, qulluğunuza çatdırdım. Ədəbiyyatımız, şairlərimizin və yazıçılarımızın qələmi ilə ululara sarı gedir və ulusumuz, elimiz, xalqımız bu söz söhbəti yayımladıqca dilimiz daha genişlənib və daha dərinləşəcək. Sağ olun.